erməni ilə üzbəüzsüz. Şahin o tərəfi ermənilərdir. Bəs nə əcəb kəndi tərk eləyib getməmisiniz? Bir belə ailə, bir belə nəsli kim hara qəbul, harayatan gedə bilirik. Demək, belə heç fikir yoxdur da? Yox. Biz yerimizdən ölsək də elə torpağımıza qalsaq da torpağımızda. Bir də əmin-amanlıq cavanlarımızla beraber əmin-amanlıq. Deyirik ki, bax o yalda da qarol qoysun. Biz erməninin akrujeniyasını deyib belə. Gör neçə kəndi var, Qızılbulaq, Toz kənd, Sesti, ondan sonrasında Təzə kənd. Oradan gəldin rayonda onların Qala kənd. Bu ermənilərin kəndidir. Hə, Çınarlı. Oradan gəldin Zat, Çin, Noyçalı. Belə gəldin Vəli kənd. Ağalar, Fırbakar. Yox, bacı, ama bilirsiniz o sualı niye verdim? Can. Yəqin ki, eşitmişsiniz də ki, bu Ağdamdır, Bərdədir. Hələ heç nə yoxdur, amma bomboş olub. Cəmaat qoyub hər şeyi qaçıb. Ona görə sual verirəm, bax, sizin bu barədə fikriniz və bu kəndi qoyub gedəsizsə ya yox? Yox, burada ölməliyik. Qaşqın, bir belə qaşqın daha haraya sığışar. Ham qaşqın olsun, biz de daha da qaşqınlara kömək eləməliyik. Öz torpağımızı İşləyib çalıb qazanıb, o qaşqınlara kömək eləməliyik. Yaxşı mal-qara saxlayırıq. Yaxşı şəraitimiz yaxşıdır, yerimiz dağ havasıdır, yaxşı suyumuz var. Amma hər dəqiqə qorxuq. Çünki ermənin akurun eviyəsindəyik. Gecə gündüz gör hardan, bax bu təpənin dalına. Bu təpənin dalına, bax buradan çıxadı 2 kilometrlik aparıblar. İndi gecənin birində gəlib laf ömrümüzdən də götürə bilərlər. Yaxşı qar olsun, yaxşı möhkəm. Bəs burada indi bu milli ordudur, milisli olan bir köməyi var. Yaxşı deyir, yaxşı deyir. Niyə deyir? Sağ olsun. Saldatlara da yaxşı kömək oldu. Çox yaxşıdırlar. Qabaqdan bir saldat da yaxşı oldu. Gecə sabahdan hərrənirlər. Onlardan yaxşı olub. Milislərimiz ondan yaxşı. Belə sahə rəisimiz. Qəşəng yaxşı, gecə gündüz burada. Minnətdarım. Zada minnətdaram. Minnətdaram.